Salam əzizlərim, bugünkü mövzumuz olacaq adjektiv. Adjektiv, simple adjektiv var. Bunlar bir kökdən ibarətdir. Blue, good, cheap. Derivative adjektiv əsasən bildiyimiz kimi deməli şəkilçi artırmaqla düzəlir. Sufikslər vardır. Bunlar sona artırılan, prefiks əvvələ artırılan. All, political, full, forgetful, less, homeless, ish, selfish, at, talented, able, eatable, responsible, and different, significant, and wooden, golden, why, sleepy, always, dangerous, ilk, heroic, ly, meanly, cowardly, elderly, lovely, lively, lonely, deadly, costly, friendly. Prefikslər isə önə artırılan şəkilçilərdir. Atypical, inaccurate, non-stick, prevo, unequal, impossible, extra, extraordinary, irregular, incorrect, illegal, dishonest, mathematical, cultural. Compound mürəkkəb sifələrə baxırıq. Well known, high speed, red hot, open-ended, blue-eyed, too diminished, self-employed, gold-headed. Yəni bunlara baxa bilərsiniz. Digərlərinə baxırıq. İD artırılan sifətlər vardır. Adjective, that, and generally describe emotions. They tell us how people feel. Yəni burada deyir ki, id sifətin şəkilçisi o deməkdir ki, insanın hisslərini ifadə edir. İd əsasən I was so bored. Mən in that lesson. Mən dərsdə çox darıxdım. I almost fell asleep. Mən demək olar ki, yatdım. Mən artıq yatdım. He was surprised to see Helen after all those years. Was surprised, to be surprised to ifadəsi vardır. Bu da insanın hisslərini ifadə edir. Təəccübləndim. She was really tired and went to bed early. O həqiqətən yoruldu və çarpayısına erkəndən getdi. ING sifətləri vardır ki, bunlar da əsasən a boring lesson makes you feel bored. Məsələn, bunlar da ING sifətlərdir. İnsanın nəyini ifadə edir? Yəni hal vəziyyətlə bağlı ifadələrdir. I could listen to her for hours. Mən qulaq asa bilmədim onun saatına. She's so interesting. Bu çox maraqlı idi. I cannot sleep. Mən yata bilmədim. That noise is really annoying. O səslər həqiqətən də narahat edici idi. Digərlərinə baxaq. Annoying. Annoying. Əsasən boring. İnsana aid olduqda xarakteri bildirir. Məsələn, darıxdırıcı, xaraktercə darıxdırıcı insan, confused. Məsələn, annoyed, narahat edən şəxs, confused, disappointed, excited, frightened, interested, surprised, tired, worried. Əsasən insana aid olur. Digərləri isə əşyaya aid olur. Xarakterini bildirdikdə onlar id ilə artırılır. Leksik mənasına gəldikdə isə, leksik mənasına görə sifətlər iki qrupa bölünür. Kvalitativ adjektiv, əsli sifətlər əşyanın ölçüsünü, formasını, rəngini, fiziki keyfiyyətini bildirir. Əsli sifətlər. Məsələn, relativ adjektiv, nisbi sifətlər digərinin hissəsi olur və əşyanın və ya şəxsin əlamətini, necəliyini bildirir. A wooden door, taxta qapı. Nisbi sifətdir. The Azərbaycan language, Azərbaycan dili. Deməli, əsli sifətlər və nisbi sifətlər digərinin hissəsi olur da. The Azərbaycan language, Azərbaycan dili. A weekly newspaper, həftəlik qəzet. Bunu necə başa düşə bilərsiniz? Taxta qapı iki birləşmədir də, nisbi sifətdir.
Digərlərinə baxırıq. Leksik mənasına görə, according to the lexic meaning, adjective fall into three groups: qualitative adjective, relative adjective, stative adjective. Keyfiyyət bildirənlər. Qualitative nə oldu? Əsl sifətlər. Əsl sifətlər, nisbi sifətlər və stativ adjektivlər vardır. Hal vəziyyət ifadə edir. Qualitative adjektiv, yəni burada mənasını yazır ki, qualitative adjektiv nədir? Əşyanın ölçüsü, forması, rəngi, fiziki keyfiyyətlərini bildirir. Large room, long way, little bird, əsasən əşyanın uzunluğu, məsələn, ismin yanında işlədilir. Məsələn, böyük otaq, uzun yol və s. Digərinə baxırıq, relative adjective isə bunlar nisbi sifətlərdir. Wouldn't, denote qualities of a substance, not directly, but so the relation, material, place, time, some action, materialını, yerini, vaxtını və bəzi fəaliyyətləri bildirir. Qapı, məsələn, taxta qapı, paltar, ipəkdən paltar. Əsasən relativ iki söz birləşməsini yanınızda saxlaya bilərsiniz. Qualitativdə isə onun formasıdır, rəngidir, keyfiyyətidir. Digərinə gəldikdə isə there are about 30 stable and stative adjective in contemporary English, use both in colloquial and in formal state. Bunlar isə stativ feillərdə hal vəziyyətlə ifadə olunanlar. Əsasən burada bildirilmişdir ki, ablaze, burning, arrived, affair, aflame, afloat, afoot, afraid, against, aglow, agos, ahead, akin, ajar, allied, alike, alive, aloof, alone, amiss, ashamed, askew, aslant, asleep, astop, astray, söz, awake, aware, away. Yəni bunu deməkdə məqsədim bunları əzbər-yanınızda saxlamalısınız ki, nələr əsli sifətlərdir. Digərlərinə baxdıq. Comparison degree, müqayisə dərəcəsi. Smart, məsələn, adi dərəcədədir. Smart da of the to, burada iki şəxsdən danışılır və smartest isə üç şəxslə müqayisə aparılır da. Burada şəkildə görülür ki, adi dərəcədə bir nəfər iştirak edir, müqayisədə 2 nəfər, müqayisə edirsə 3 nəfər isə comparison degree adlanır. Digərlərinə baxdıqda biz görərik ki, positive degree nədir? Positive degree odur ki, this is the base form of an adjective. Sifətin adi dərəcəsidir. Used to describe a noun, isimlə ifadə olunur. Without making a comparison, it is simple attributes a quality or characteristic to the noun. She is a happy person. Xoşbəxt şəxs odur. Xoşbəxt şəxs odur. Burada pozitiv mənada, yəni pozitiv dedikdə adi dərəcədə işlədilir. Əsasən ismin yanında adi dərəcədə. Comparative degree isə the comparative degree, gəlin tərcüməsinə baxaq. The comparative degree is used to compare two or more things, indicating that one has a higher or lower degree of the quality described by the adjective. Adjectivlə sifət tərəfindən təsvir olunan keyfiyyətin dərəcəsini burada bildirir, yaxud da hündürdür, uzundur, böyükdür. Əsasən iki hissəyə bölünür. İki şəxsi müqayisə edir. To form the comparative degree, you typically add ER to the adjective or use more before the adjective for longer adjectives. For example, comparative, she's happy than he is. Burada görüldüyü kimi ondan deyir, o xoşbəxtdir ondan. Comparative degree, the cat is more intelligent than the dog. İtdən
daha ağıllıdır. Deyərsiniz ki, burada niyə yazılıb more intelligent? Ona görə yazılıb ki, çox intelligent sözü çox hecalı olduğuna görə more çox hecalılarda müqayisə dərəcəsinin göstəricisidir. Superlative degree-də isə superlative degree nə deməkdir? Is used to compare there or more things indicated that one has the highest or lowest degree of the quality described by the adjective. To form the superlative degree, you typically add es to the adjective or use most before to the adjective for longer adjectives. For example, superlative, she is the happiest person in the room. Deməli, otaqda ən xoşbəxt insan, otaqda çox insan ola bilər, 3 və daha çox ola bilər ki, bunların ən xoşbəxti. Yəni burada deyir ki, superlativ degree nə deməkdir? Bunun tərcüməsinə baxaq. Sifət tərəfindən təyin olunan keyfiyyətin dərəcəsini böyükdür, lap böyük, lap balaca ifadə edir və vurğulayır da. Çox əşyanı, 3 və daha çox əşyanı müqayisə etmək üçün superlativ istifadə olunur. To form the, deməli burada isə deyir ki, onun şəkilçisi is-dir və ya most-dur. Most çox hecalılarda işlədilir, is isə tək hecalılarda. Yəni komparativdə də burada yazır ki, ia və mo ilə düzəlir. Digərlərinə baxırıq. Regular